Hər kəs salam, mən Murad İslamzadə. Bugünkü tapşırığımızda, keçənki mövzumuzda dediyimiz kimi, şəbəkədə loop proqramını və STP ilə müdafiə prosesini yerinə yetirəcəyik. Bu mövzuya aid aşağıdakı sayacağım məsələni Scopage Tracer ilə həll edilməli və addım-addım izah şəklində göstərəcəyəm. STP, RSTP və MSTP parametrlərin konfigurasiyası ilk olaraq tapşırığımızın ilk addımı bu. Sonra ikinci root bridge seçimini idarə edilməsi, o cümlədən təhlükəsizliyini təmin edəcəyik. Üçüncü tapşırığımız protokolları və kod hesablanması müşahidəsi. 4. BB2 guard, root guard və loop guard kimi müdafiə mexanizmlərinin tətbiqini yerinə yetirəcəyik. 5. Loop yaranması zamanı şəbəkə davranışının analizi. 6. STP diaqnostika əmrlərinin istifadəsi. 7 isə real dövrdə proqramdan yaratmaq və STP-nin onu necə aradan qaldırması müşahidə edilməsi. Yəni məzmun olaraq formasında belə dedim. Qısa özet olmalı. Yəni topologiya qurulduqdan sonra Scopage Tracer'də biz onu 4 ədəd switch və hər bir ədəd switchi yoxlama məqsədilə 2 PC qoşacağıq. Məsələn, switch 3 və switch 4 və switchlərin hər birini fasiləsində trunk əlaqələndirəcəyik. Switchləri dairə formada yerləşdirəcəyik. STP deaktiv edəcəyik və şəbəkədə problemləri müşahidə edəcəyik. Sonra STP aktivləşdirib root bridge portlarının rolları və kod dəyərlərini müəyyənləşdirməsi kimi lazımi konfigurasiya yerinə yetirəcəyik. Bir switch root bridge seçəcəyik və digər switchləri root port kimi switchləri yönləndirəcəyik. Bu switchlərlə STP-ni aktiv edən müşahidələr aparacağıq və PC qoşulan bütün portda access port olmalı və STP bu qəbul edilməsi qadağan edilməlidir. Bəzi switchlərdə xaricdən qoşulan switchlər kimi root bridge olmalıdır. Sonda da STP diaqnostikanı yerinə yetirəcəyik. İlk olaraq bizim üçün əsas topologiyanın qurulmasında dediyimiz kimi 4 ədəd switchdən istifadə edəcəyik. Switchlərimizi bura daxil edək. Dairə formada deyəndə bu formada eləsə məncə yetərli səviyyədə olacaq. Seçək orta vəziyyətində qoyaq. Ortada yerləşdirək. Ondan sonra 2 ədəd PC əlavə edəcəyəm və bunların adlarını sırayla qoyacağım. 0-dan yox, 1, 2, 3, 4 geçsin. Buradan başlayalım o zaman. Üç, switch 2 ve switch 1. Ondan sonra PC 1'e PC 2 əlavə edək. 2 ədəd PC. Bunun PC1'i switch 4'ün yanına qoyaq bura. PC2'sini də switch 3'ün yanına qoyaq bura. İndi biz 4 switch və 2 PC-dən ibarət topologiyamızı quracağıq. Switchlər dairə formada olacaq ki, loop yaransın. İlk edəcəyimiz switch to switch bağlantıları quraq. Crossover cover kabelini seçək. Switch 1'in üzərinə klikləyək. Bunun üzərindən fasilənin 0,1 seçək. Sonra switch 2 ilə əlaqəsini quraq. Bunda da pas 0,1. Ondan sonra eyni ilə digərlərində də yoxlayaq. Switch 2-dən fasilədən 0,2 seçək. Switch 3-dən də 0,1 olsun. Biraz aralı məsafə qoyaq. Ondan sonra nə edək? Switch 3-ün fasilədən 0,2-sini qoyaq Switch 4-ün fasilədən 1-i ilə. Aha, belə oldu düz. PC-ni biraz aralı məsafədə yerləşdirək. Switch 4-ün fasilədən 2-sini də switch 1'in fasilədən 0,2'sini eləyir. Aha. Sonra PC bağlantıları quraq. Əksinə crossover kabelindən istifadə etmək daha yaxşıdır. Switch to switch bağlantılarında, amma Through kabelini PC-lərdə istifadə edəcək. Orada düzəltmişlər elədim. PC1 üzərinə klikləyək. Burada fasilədən 0 interfeysini seçək və fasilədən 0-dan da switch 4-dən fasilədən 0,3 olsun. Düz əlaqəni quraq. Ondan sonra switch 4-dən elədik. Bir də PC2-dən switch 3-ə. Bağlantılar qurduq. Biz switchləri bir-birinə bağlamaq üçün crossover kabelindən, PC-ləri isə switchləri bağlamaq üçün straight through kabelindən istifadə edir. Çünki crossover kabel eyni tipli cihazlar üçün istifadə edilir. Onun üçün sonradan düzəlişlər elədim, səhvimi düzəldim. PC1-in konfigurasiyasını yerinə yetirək. PC1-in üzərinə klikləyək, desktopda girək, IP configuration hissəsinə girək, buradan verək. IPv4 adresini 192.168.1.10 subnet maska özü belə təyin edilsin. Default gateway-in də 92.168.1.1 edək. Yeni server ehtiyac yoxdur. Ondan sonra PC 2-lə də eləyək. Desktop IP configuration.
statik olaraq özümüz təyin edək. DCB konfigurasiyasına ehtiyac yoxdur, özümüz təyin edək, avtomatik verməz. Bunda da eyni şəbəkənin içərisində daxil olduğu üçün default gateway-ləri eyni verilir. Yəni PC-lərə IP ünvanlarını verir və bir-birlərinə ünsiyyət qura bilsinlər deyə. Hər ikisi də eyni şəbəkədə olduğu üçün bir-birini görə biləcəklər və eyni default gateway-də olduğu. STP-ni deaktiv vəziyyətdə problemlərin müşahidəsi. Bu problemi yerinə yetirək. İlk olaraq STP-ni deaktiv edək. Switch 1-ə daxil olaq. Switch 1-ə daxil oldu. CLI hissəsini keçək. Enter vuraq. Enable modunu yazaq. Conf terminal yazaq. Burada no spanning 3. Bu əvvəlki dəstəmizdəki olan VLAN 1 olan əmrdir. Sonra izah edim. Sonra write memory. Yaddaşda saxladıq. Bu eyni əmrə switch 2, switch 4 üçün də eləyəcəm. Biz də bu əmrdən istifadə elədik. No spanning 3 VLAN 1. İndi hər switchdə STP-ni söndürdük. İndi bu əmrin izahı belədir ki, bu əmr STP-ni deaktiv edir. Niyə? Çünki loopun nə olduğunu və problemləri birbaşa görmək istəyirik. Eyni formada switch 2 və switch 3 üçün də elə. Biz 1 üçün elədik. İndi 2-yə daxil olaq. 2 üçün yəni enable modunda gələk. Komut yazaq. No spanning. Spanning 3 VLAN 1. İndi də write memory yazaq, yadda saxlayaq. Hamısını da eyni formada söndürəcək, STP-ni deaktiv edəcək. Bunun üçün də elədik. Switch 3-ə daxil olaq. CLI hissəsindən enable spanning 3. Write memory. Biz switch 4 üstündeydi eyni formada. Memory. Aha. İkinci olaraq atdığımız problemləri müşahidə edək. Nə eləyəcəyik? İlk olaraq LED işıqların müşahidəsi. Bütün switchlərdə portların yaşıl işıqların sürətlərini görürük və yaşıl işləri görürük. Bu normal olaraq stabil yaşıl olur. Biz hər switchdə CLI-yə keçək yoxlayıq. Məsələn, switch 1-ə keçək CLI hissəsinə. Biz show process CPU yazaq. Process CPU. Biz configure terminal modunda yazmalıyıq mı? Bu əmr vasitəsilə biz CPU-nun yükləndiyi, neçə faiz işlədiyini görəcəkdik. Bu normalda bu əmr Diskopatch Tracer'da işləmir, yəni real disko cihazlarında olan bir əmrdir. Lakin Packet Tracer simulasiya olduğu üçün bu əmr dəstəkləmir. Sadəcə burada LED işıqlarının işlək vəziyyətdə olub olmadığını, yəni CPU-nun neçə faiz istifadə olduğunu göstərməkdir. Məqsədim o idi. Normalda bir də məndən ping testi ilə yoxlaya bilərik. Məsələn, PCB-nin üzərinə klikləyək. Məsələn, orada işləyəcəkmi onu yoxlamaq istəyirəm. Bu əmri yazaq. Ping 9268 1.20 zaman. Invalid komanda olur, yəni nəticə olmur. Nəticə göstərmək məqsədim var ki, request time out olmalı və ya da replay from 19268 1.20 bytes 32 time məsələn 1000 ms kimi çox böyük gecikmələr görməliydik. Prosta əmri dəstəkləmədiyini görürük. Bir dəqiqə burada ping email komand deyil, yəni aha. Yəni normalda gördüyünüz kimi burada switchlərin işıqların sürəti yanıb söndürür. Niyə? CPU-nun 100% yaxşı olduğunu göstərmək istəyirdim. Real disko cihazlarının üzərində göstərəcəkdim. Yəni orada bu əmri işlədiyini. Daha doğrusu bunu mən ping olaraq N20 yazsam işləyəcəkmi bu əmr burada? Aha, bu əmrlə oldu. Baxın ki, request time out görəcəyik. Çox güman ki, çünki bu nəticə olaraq çox sadə request time olaraq görəcəyik. Burada neçə faiz etişsin. Real zaman rejimində göstərirəm mən bunu. Yəni sağ alt küncdə burada məsələn simulyasiya modu var da. Ping paketdən sonsuz dövrdə fırlandığını görəcəyik. Məsələn gözləyin. Aha, məsələn gəldi. PC1-dən switch 4-ə gəldi.
switch 4-dən switch 3-ə simulyasiya modunda göstərirəm. Bu ping paketlərin sonsuz dövrədə fırlandığını göstərir. Sonsuz dövrdə işlənəcək. Yəni paketlərə zədə CPU-nun yükünü birbaşa göstərə bilmirik, amma bu problemi görə bilirik. Switch-dən işıqların sürəti yanıb sönəcəkdir. Bir switch-in çox şəriyyini göstərəcəkdir. Ping testində 80-90 paket ikisi var. Simulyasiya modunda paketlər sonsuz dövrədə fırlandığını görək. Sonsuz dövrdə PCB-dən 4-dən 3-ə, 4-dən 3-ə, 3-dən 2-yə, 2-dən 1-ə, sonra təzədən 4-ə gəlir. Yəni sonsuz dövr fırlanacaq. Məqsədim yəni burada CPU-nun neçə fazla işlədəcəyini göstərəcəkdim mən. Aha, simulyasiya modunu dayandıraq, artıq ehtiyac yoxdur, real time keçək. Baxın, məsələn, sonsuz işıqların yanıb söndüyünü görürük. Yəni hal-hazırda məsələn switch-in çox işlədiyini göstərir hamısında. Aha, normal ROM-da işləyir. Gördüyünüz kimi switchlərin işıqları sürətli yanıb sönür. CPU-nun 100% yaxınlaşır və ping testindən çox sayda paket ikisi var. Bu şəbəkədə loop yarandığının əlamətidir. Gördüyünüz kimi topologiyada paketlər sonsuz dövrədə fırlanır və şəbəkə çökməyə başlayır. Biz indi STP-nin aktiv vəziyyəti konfigurasiyasını yetirək. İlk olaraq switch 4-ə daxil olaq. Məsələn, conf yazaq, konfigurasiya mədəninə keçək. Spanning 3 yazaq. Plan 1. Bu dəfə əvvəldə no yazmaq, çünki aktiv eləmək üçün. End yazaq. Aha. Gördüyünüz kimi əlaqəni burada müəyyən qədər 30-60 saniyə gözləyək. Yəni buradakı məqsəd indi STP-ni yenidən aktiv edirik. Diqqət edin burada bu hissədə bir neçə saniyə ərzində switch-in işıqları sabitləşir. Və burada işıqlar artıq yanıb sönmür, sabitləşdi. Bu STP-nin loopu aşkar edib müvafiq portları blok etdiyini göstərir. Nəticəmiz bu idi. İkinci addımımız nədən ibarətdir? Root bridge seçimi. Bu switch 1-də root bridge etməliyik. Bu bizim tapşırıqlarımızda ikinci tapşırığımız idi artıq. Burada məsələn switch 4 switch 3 arasında əlaqənin yaşıl olduğunu gördük artıq. İndi switch 1-də root bridge etmək üçün switch 1-ə daxil olaq. Aha. X-yə gedək. Conf yazaq. Spanning 3, plan 1, root, primary. End deyək çıxaq. Bu switch 1-də root bridge etmək üçün istifadə edib bu əmrin nəticəsində. Bir də switch 2-ni backup root etməliyik. İndi mən bu əmrləri göstərəcəm. Burada root primary yazdıq. Root primary əmri bridge priority-nin məsələn 24576 edib, tam ki deyirəm. Biz onu read secondary isə nəticəsində tutam ki 28670 gəldi. Root secondary etmək üçün biz backup root edirik switch 2-də. Bunun seriasına daxil olaq, configure terminal əmrindən keçək. Spanning 3 plan 1 root secondary yazacağam. Hərf səhv elədim, üzr sayın. Aha, indi yazaq çıxaq bitirək. Ümumi olaraq gördüyük switch 1 əsas root bridge, switch isə ehtiyat root bridge edirik, yəni backup root etdik. Əgər switch 1 sönsə idi. Avtomatik olaraq switch root olacaqdır. Deyimiz ki, root primary əmri ilə bir üçün priority etdik, məsələn 24576 elədi. Root secondary 28672 elədi məsələn. İndi üçüncü addımımız isə port yollarını yoxlamaqdır artıq. Port yollarını yoxlamaq üçün hər switchdə yoxlamaq üçün switch 1 əmrdən daxil olaq, sıra ilə gedək. Port yollarını yoxlamaq üçün show spanning 3 yazacağam. Show spanning yoxlama əmri. No spanning 3 insta x deyir. Biz burada ilk olaraq axtaracağımız nədir? Root bridge switch 1 olmalıdır. Root port hər switchdə root bridge gedən ən yaxın port. Designing port data göndərən portlar. Blocking port isə bloklanmış F olmalıdır. Ümumi olaraq gördüyünüz kimi switch 1-in root bridge olduğunu göstərmək istəyirəm. Aktiv olmadığını göstərir. Bir də bunu düzəltmək istəyirəm. Configure terminalda mənə spanning 3 mod PVST yazacağım tez. Burada paket tracer biz default olaraq STP deaktiv olur. Əvvəlcə spanning tree mod PVSTP ilə STP modunu aktiv edirik bu əmrdə ilk olaraq. Ondan sonra da spanning tree VLAN 1 ilə də biz VLAN 1 üçün STP-ni işə salırıq. Biz bütün hamısını bütün switchlərdə yoxlayaq bunu.
Pılısıdır. Spanning yazaq. Yazacaq. Şimdi konfda yazaq. Bunu yetirək. Pılısıdır. Hamısını da yeni yetirəcəyəm. Trivial 1. Səhv yazdım. 100 saniyəyə. Konfigure terminal paste tez vaxt itirməyək. Mövzumuz uzundur deyə çox vaxt itirmək istəmirəm. Aha. Yeni də yoxlamaq istəyirəm bu əmrin nəticəsini. Show. Aha. Yeni yoxlayandan sonra artıq biz bu nəticəni görürük. Bu nəticədə nəticəni az öncə biz saydıq ki, nələr var burada? Spanning tree-nin root ID-sini görürük. Ümumi olaraq biz root bridge-i görürük. Bayaqla məsələn üçün demişdim 24570, məsələn 577-dir. Mən məsələn hər dəfə periodları fərqli ola bilər. Blocking port varsa məsələn F olmalıdır. Ad interfeysləri göstərir, rolları göstərir, printer number type-ını falan göstərir. Hər şey bizə əsas lazım olanlar buraydı. Adresini göstərir. This bridge root tree olduğunu göstərir. Hello time var. Aha, hər şey qaydasında. Digərlərində də yoxlamaq olar. Məsələn, hamısını yoxlamağa ehtiyac yoxdur, amma bir ikisini də yoxlayaq. Məsələn, switch üçün yoxlayaq. Yəni düzgün vəziyyətdə işləyir. Switch 4 üçün yoxlayaq. Hər şey qaydasındadır. Bizdə bir də qaldı REST-tipi konfigurasiyasını yeni yetirək. REST-tipi konfigurasiyası da artıq hər 4 switchdə də yoxlayacaq. Məsələn, switch 1-ə daxil olaq. Terminal. Spanning tree. Yox, səfərli yox. Tree. Mod rapid purpose-da olacaq dəfə. Bu indi S-tipini REST tipiyə çevirir. REST tipi daha sürətlidir. S-tipinin daha üstün səviyyədə, yəni sürətli olduğunu. Normal S-tipi 50 saniyə məsələn konverens edir. REST tipi isə bunun 5-6 saniyə edir. Yəni burada məsələn əlaqə narıncı olan, yəni əlaqənin tam işləmədiyi göstərən zaman məsələn onu 50 saniyə göstərir, bu 5-6 saniyədə yenidir. Bu şəbəkədə dəyişilən daha tez reaksiyasını verir. Biz REST tipi statusunu yoxlamaq üçün yenidən məsələn show spanning tree yoxlayacağıq. Aha, biz burada gördüyümüz kimi port vəziyyətləri eyni qalıb. Amma arxa planda REST tipini aktiv oldu. Yəni indi daha sürətli konversiya alacağıq. Gördüyünüz nəticədə. Ondan sonraki tapşırığımız nə idi? Baxın, qoyduğumuz məzuniyyətə. Access port və təhlükəsizlik konfigurasiyası. Access port və təhlükəsizlik konfigurasiyası. İlk olaraq PC portdan access port edək. Switch 4-də PC 1-i qoşulmuşdu da biz. Biz orada switch 4-ə daxil olaq. PC 1-ə qoşulduğu üçün. Configure terminal yazaq. Interface Fidelity 03 istifadə etmişdim. Ona daxil olaq. Switch port yazaq. Port. Yəni səhv istifadə etmişim. Switch port. Mod access. Sonra spanning tree istifadə edəcəm. Yenə spanning tree port fast. Aha, sonra spanning tree bpd guard yazaq. Enable vəziyyətində. Səhv hərfi yazdım yenə. Aha, bir də end yazıb bitirək. Bunu switch 3-də PC2 üçün də edəcəyəm. Ondan sonra izah vermək istəyirəm. Switch 3-ə də daxil ol, çünki onda PC2 qoşulub. Ümumi sonra izah verəcəm hər bir əmrləri. Configure terminal, sonra interface daxil ola.
Fabında da 03 istifadə eləmişdik. 3 ona switch port. Onda access. Spanning. 3 port fast. Spanning 3. PC-lərin qoşulduğu portları access port edirik biz. Portfast əmri ilə biz portfast əmrini istifadə eləmişdik. Burada Spanning 3-də portfast əmrini biz portu dərhal forwarding vəziyyətinə keçirik və gözləməz halda işləyir. pptguard əmrini istifadə edirik. pptguard əmri isə harda yazmışdı biz burada? Aha, pptguard əmri ilə də əgər bu port pp2-a gələrsə, bu portu avtomatik olaraq bağlar və bu təhlükəsizlik tədbiri üçün istifadə olunur. Hər ikisində PC qoşulduğu üçün biz təhlükəsizliyi yoxlamaq üçün yeni yetiririk bu təhlükəsizlik konfigurasiyası. Bir də root guard konfigurasiyası var. Root guard konfigurasiyası, bir də loop guard var. Bu hamısını bir tapşırığın içərisində qeyd eləmişəm. Root guard üçün xarici switchlərin root olmasının qarşısını almalıyıq. Nə eləyək? Biz bir switch 2-yə daxil olaq biz. Switch 2 və switch 4 root olmasını istəmədiyimiz üçün yeni yetirək. Configure terminalına daxil olaq. Interface biz hansı 01 istifadə eləmişdik. 01-dən eləyək. Spanning 3 guard root. Sonra end yazaq. Aha. Root guard ilə bu portlardan daha yaxşı pptO gəlsə belə, əgər gəlsə belə, o switch root ola bilməyəcək. Çünki port root inconsistent vəziyyətinə keçəcək və bu bloklanacaq. Bu xarici cihazdan şəbəkəmizdə root bridge olmasının qarşısını alır. Root yəni biz bildiyimiz administrator rolundakı mənaya gətirmək istəyirəm. Yəni o mənada demək istəyirəm. Bir də switch üçün yoxlayaq. Məsələn, hər ikisində də yoxlayaq. Yeni yetirmək istəyirəm. Face məsələn file edilid 01 eləyək. Spanning 3 guard root. Yeni şey bunda da yeni getirdim. Bir de loop guard konfigurasiyası var. Loop guard konfigurasiyası da bütün trunk portlarda loop guard'ı aktiv eləmək üçün də hər switchdə trunk portlarda yoxlayalım. Switch üçün bir üçün daxil olamazsın konfigurasiyasına. Interface range fast ethernet necə yazaq? 01-dən 2-yə kimi. Hamısını daxil olsun. Spanning 3 guard loop. Səhv əmriyyə. Mən yoxlamaq istədim, amma nəticədə gördüyünüz kimi olmadı. Bu əmr vasitəsilə Spanning 3 guard loop əmrini diskopa kilitləməklə deməli işləmir. Bu real disko cihazlarında olan bir funksiyadır, amma simulyatorda dəstəkləmədiyi üçün biz hələlik pptO guard və root guard vasitəsilə pptO guard ilə portdan pptO gələrsə portu bağlayır. Root guard ilə də xarici cihazdan root olmasının qarşısını alır, istifadə elədik. Yəni təəssüf ki, loop eləməyimiz mümkün olmadı. Bu əmr vasitəsilə işləməlidir. Əgər işləsəydi, yəni loop guard pptO-nin bu guardın, yəni ikisi olduqda portu forwarding vəziyyətdən keçməsinin qarşısı alır. Əgər bir port pptO almağı dayandırsa, loop guard onu bloklayır ki, loop yaranmasın şəbəkədə. MES tipi konfigurasiyası. MES tipi regionu qurmalıyıq. Bu switchdə yoxlayacağım. Sadəcə bir şey qeyd etmək istəyirəm ki, bu simulyasiya modunda dəstəkləmir. Ümumiyyətlə, Discopachi Tracer MES tipi dəstəkləmir. Ya versiyadan ya da ki, Discopachi Tracer'da yeni etmək qeyri-mümkündür. Ya Disco cihazların üzərində yeni etməkdir. Sadəcə mən yenə də necə deyim, yoxlayacağım, yəni əmrləri buradakı Discopachi Tracer'da göstərəcəyəm. Nələr edilməlidir, nələr edilməməlidir. İlk olaraq yazacağım əmr, məsələn, ilk olaraq spanning yazaq. Spanning 3 mod must dəstəkləmir. Mən yenə də əmrlərimə davam edəcəm. MES tipi nə idi? MES tipi çox ulanlı şəbəkələr üçün optimal STP üçün istifadə olunur. Bir də spanning məsələn, mən yenə yazım əmrlərimi sonda izah verəcəyim. İşləməsə belə. Configuration. Məsələn, name adı təmin edəcək. Buna məsələn, my MEST region yazaq. İstədiyiniz adı təyin edə bilərsiniz. İşlərsə, əgər işlərsə revision bir qoyaq, sonra instance 1 vulan 1 sonra x deyib çıxacaq.
Bu normalda region adı elədir. Məsələn, orada nə yazmışdıq? My master region. Eyni region adı olan switchləri birlikdə işləyir. Instance-dəki bulanları S-tipi instance-lərinə qruplaşdırır. Əgər mes tipi konfigurasiyasının statusunu yoxlamaq istəsəydik, yazacaqdıq ki, show spanning tree mes tip configuration yazacaqdıq. İşləsəydi. Və yaxud da ki, sonra da show spanning tree mes yazacaqdıq. İşləsəydi əgər. İşləmədiyi üçün təəssüf ki, bu simulyasiya modunda keçərli sayılmır. Gördük, əgər nəticə olacaqdır ki, yəni burada cədvəl formasında çıxacaqdır. O bilər ki, məsələn, show, brave falan göstərsəydi, cədvəl nəticəsini çıxır ya da maşınlama cədvəl olanda eyni cədvəl çıxacaqdır. Sadəcə məsələn orada mes tipi aktiv olduğunu, bütün servislərlə eyni regionda, region adı, revision, instance ilə eyni olduğu üçün uğurlu işləyib nəticələrini göstərəcəkdir. Bizim sonraki tapşırığımız nə idi? S-tipi diagnostika. S-tipi diagnostika isə diagnostika əmrləri var. Bu bütün yoxlama əmrlərini icra edəcəyik. İlk olaraq yazaq switch 1-də yenə. Hamısını yoxlaya bilərik, amma mən yenə birini yoxlayacağım. Nümunə üçün spanning tree. Aha, burada root ID-sini, bridge ID-sini göstərəcək adreslərini, adreslərin burada MAC adresini göstərir. Burada da MAC adresini göstərir. Prioriterlər eynidir. Eyni time göstərir. Sonra hansı interfeyslə istifadə prioriter P2P, yəni P2P işləmə cihazlarının eyni situasiya maliklə olduqlarını və bir-birlərinə rahatlıqla məlumat ötürüb-ötürmədiyini göstərməkdir. Bir də client server var. Client serverdəki mərkəz bir serverdən asılı olur və oradan məlumatları götürmək olur. Məsələn, printer cihazını göstərir. Orada resurslar, hamı bir dənə printerdən istifadə edir, eyni resursdan istifadə edir. Yəni, nümunə olaraq izah eləmək istədim nəzəri cəhətdən. Ondan sonra show spanning tree detail yazaq. Burada port 1 və port 2 olan interfeysləri göstərir fasilələrə 1 və 0-2 üçün. Və burada bulanların, vaxtlarını, işləmə, konfigurasiya tayını göstərir. Biz məsələn 2 dənə fasilə var. 1.01, bir də 0.2. Əgər biz sırf 0.1 üçün və yaxud da sırf 0.2 üçün istifadə edəcəkdirsə, o zaman bu əmrdən istifadə edəcəkdik. Tree, detail yox, məsələn interface, məsələn deyəlim ki, sırf 2 üçün deyilsə 0.2 yazacağım. 0.2 üçün dediyim ki, rolunu, statusunu, dəyərini, type-ını göstərir. Yəni, və prioriterini. Bu, sonra məsələn yazaq show spanning tree. Spanning root bridge üçün. İşləsəydi, yenə onu da göstərəcək. Və yaxud da ki, show spanning tree. Mesti dəstəkləmədiyi üçün bunları göstərməyəcəm. İşləsədi göstərəcəm və nəticədə bu əmrlər tipi statusunu tam yoxlama imkan verir. Root bridge və port rollarının cost dəyərlərini bloklanmış portları görə bildik və nəticədə işləsədi. Bir də məsələn switch 1 üçün problem simulyasiyası var. Bu axırıncı tapşırığımız idi və real dövrə problemi yaratmaq S-tipini onun necədən aradan qaldırıb müşahidə etmək üçün istifadə olunurdu. Bunun üçün ilk olaraq switch 1-i söndürməklə işləyəcək. Biz switch-i söndürmək üçün istifadə olacağıq. Bunun üçün biz fiskal hissəsindən söndürmək qeyri-mümkündür. Serial hissəsindən məsələn reload yazacağım. Yox, no deyəcəm. Yes. Bax, qırmızı oldu. Söndüyünü göstərir bu. Qoy 10-20 saniyə gözləyək biz. Power cycle. Aha, özünə gəldi. Ne yazar? Show spanning yazaq bir dənə. 3. Aha, interfeyslər buradadır. Rollarını, kostlarını falan göstərir. Biz show spanning'i yoxlayıq ki, switch 2-də root olmalıdır. Və switch 1-i biz yenidən qoşduqdan sonra switch 1-i qoşanda statusları müşahidə edirik. Göstərir burada. Biz gördüyümüz ki, switch 1 sönəndə avtomatik olaraq switch 2 root bridge olur. Bu şəbəkənin özünü bərpa etmə qabiliyyətini göstərir. 10-20 saniyə gözlədir. Bax, burada məsələn əlaqə yaşlı oldu. Yenə təmin edir. Və bərpa etmə qabiliyyətini göstərir. Yenidən qoşulanda switch 1-in öz root statusunu bərpa edir. Yekun olaraq göstərdiklərimi dedim. Ən axırıncı tapşırığımızı dedik. Biz ilk olaraq
S tipi, RIS tipi, MS tipi konfigurasiyanı yerinə yetirdiyi S tipini Spanectri Vlan 1-nə, RIS tipində Spanectri Mod Rapid PVC-nə, amma MS tipi konfigurasiya olmadığı üçün, paket rezində işləmədiyi üçün alternativ olaraq RIS tipindən istifadə edilir. Sonra root bridge seçimi idarə edilməsini yerinə yetirdik. Buradakı əmrlərlə root təyini üçün Spanectri Vlan 1 root primary və secondary əmrlərini istifadə edirik. Təhlükəsizliyi yerinə yetirdik RIS tipindən. Root guard istifadə edirik təhlükəsizlik üçün. Sonra port rolları üçün və kost hesablanması üçün show Spanectri ilə root hansılar bloklanıb, hansılar root fonundadır, hansılar root bridge rolundadır. Yəni kost hesablaması falan göstərdik. Sonra müdafiə mexanizmalarının BPD guard və root guard yerinə yetirdik. BPD guardda Spanectri BPD guard enable, rootda isə guard root əmrindən istifadə edilir. Loop guard dediyimiz işləmədi, təəssüflər olsun ki, paket rezədə dəstəkləmədi. BPD guardını əvəz edirik. Sonra loop yaratmaq problemi yetirdik. No Spanectri Vlan 1-lə loop yaratdıq və LED işıqlarını yanıb söndüyünü gördük. Ping etkisi və simülyasiya modunu gördük və burada məsələn dövrünü göstərir. Yəni loop prosesin olduğunu görürük, dayanmadan dövr edir, işlədiyini görürük. Sonra istipiki diaqnostik əmrlərini istifadə elədik. Yəni bu bizim 6-cı tapşırığımız olan show Spanectri elədik. Sonra detail əmri istifadə elədik. Sonra sırf məsələn faz edəni 01 və 02 üçün istifadə etsək, show Spanectri interface yazdıq. Məsələn faz 2.1. Sonuncu tapşırığımızda da problemi yaratmaq üçün reload əmri ilə root bridge-i söndürdük switch 1-də. Sonra STP ilə bərpasının switch-i avtomatik root olmasını gördük. Bizim tapşırığımız ümumən bundan ibarət idi. Sonraki tapşırığımızda da Skopaki Trezor'da yeni yetirəcəyik və onun mövzusunu da əvvəlcədən fikirləşib biz post olaraq yerində paylaşacağım ki, orada mənə baxa biləsiniz və sonraki həftələrdə onun da izahlı videosu gələcəkdir Skopaki Trezor'da. Əgər videomu bəyəndiysə like atmağı və kanala abunə olub dəstək olmağı unutmayın. Bu mövzu haqqında suallarınız varsa yorumlar hissəsində qeyd edə bilərsiniz. Sonraki videomuzda görüşənədək. Hələlik çox sağ olun.